Tədris kursları şərtləri və qrafikləri əzbərləməkdən daha çoxudur. Bu maliyyə dramları şahmata bənzər strategiyalar və psixoloji dəyişikliklər dünyasına bir səyahətdir. Nizam-intizam, sabit psixologiyanı inkişaf etdirmək üçün bir vasitədir. Onlarsız ticarətdə uğur şansı sıfıra yaxındır. Əsasları öyrənməkdən başlayın, təlim hesabları üzrə strategiyaların tətbiqinə çalışın və ticarət fəaliyyətinizə uzun müddətli layihə kimi baxın. Unutmayın, ticarətdə uğur sprint deyil, marafondur. Yeni başlayanlar üçün trader kurslarımızın mövzularına aşağıdakılar daxildir. Bazarın əsaslarını öyrənmək, ticarət platformasından istifadə qaydaları, qiymətlərin dəyişməsinə səbəb olan fundamental faktorların öyrənilməsi, eyni zamanda bazarın texniki üsullarla şam analizi, trend analizi, indikatorlar vasitəsilə təhlil olunması üsulları, ticarət psixologiyasını təkmilləşdirmə üsulları və fərdi ticarət strategiyalarının təkmilləşdirilməsi. Tədris kurslarımız 3 mərhələli formada həyata keçirilir. Yeni başlayanlar üçün, təcrübəlilər üçün və peşəkarlar üçün.